İnkişafda olan ölkənin, rayonun sakinlərinin həyatını cəhənnəmə döndürən kommunal xidməti və mənzil istismar idarəsi. Ağcabədi rayon Taxtakörpə qəsəbəsində məskunlaşmış, Laçın rayonundan olan keçmiş məcburi köçkün şəhərciyinin sakinləri Media TV Azmedia qrupuna video kadr çəkərək müraciət ünvanlayıblar. Kadrlardan göründüyü kimi qəsəbədə antisanitariya hökm sürür. Kommunal xidmətinin səviyyəsi çox aşağı dərəcədədir. Mərkəzi Taxtakörpə və ətraf qəsəbələrdə hətta zibil yeşikləri belə yoxdur. Sakinlər təmizliyi təmin etmək məqsədi ilə bocqalardan istifadə edirlər. Amma buna baxmayaraq Ağcabədi rayon kommunal xidməti və mənzil istismar idarəsi zibili vaxtı-vaxtında emalı üçün polqona daşımır. Taxtakörpə qəsəbəsində yaşayan sakinlər bildirirlər ki, ərazidəki kommunal xidmətin öhdəçiliyi Laçın rayonundan alınaraq Ağcabədi rayon kommunal xidmətinə və mənzil istismar idarəsinə verilib. Vətəndaşların etdiyi iddialara görə bundan öncə qurumun xidməti Ağcabədi rayon kommunal xidməti və mənzil istismar idarəsindən daha yüksək olub. Şikayətçilərin etdiyi iddialara aydınlıq gətirmək üçün Ağcabədi rayon kommunal xidməti və mənzil istismar idarəsinin müdiri Abbasov ədalətlə əlaqə saxlamaq istədik, amma mümkün olmadı. Kommunal xidmətin əlaqə telefonlarına etdiyimiz zənglər cavabsız qaldı. Ağcabədi rayonu Taxtakörpə qəsəbəsi sanitariya başalıq gedir. Keçmiş məcburi köçkünlərin yaşadığı böyük bir qəsəbədir, 552 saylı qəsəbə. Antisanitariya başalıq gedir, zibil qabları pis gündə, köynə, üst qapaqları açıq, it, pişik gəlir dağılır buraları. Bu yəni düzgün bir şey deyil də, bu xəstəlikdir, xəstəlik mənbəyidir, antisanitariyalıqdır, zibil dağılıb, it götürür, küçə ilə düşür. Yəni xahiş edirəm bu barədə bir ölçü götürülsün, bir tədbir götürülsün. Yəni buna baxan kimdirsə, kimlərdirsə o barədə əhalinin müraciəti ilə, yəni çox tək mən deyiləm. Çox insanlar bu şəraitdən narazıdırlar. İy, qox, yayın istisindən iy və belə də ki dağılıb gedir. Xahiş edirəm bu barədə tək bura deyil, yəni bir dənə bura deyil. Mənim fərqli yerlərdə çəkilişlərim olubdur. İndi qəsəbə ərazi, yaşayış məntəqələrində çox çəkilişlərim olacaq. Yəni tək bura deyil. Burada biridir, JEK dairəsində məxsus yəni zibil qablarıdır, qoyun dərisi. Yəni zibillikdir də bura, zibillik. Zibillik nətər olur? Təmizlik yoxdur burada. Burada obyektlər var, gözünüzdə görürsünüz. Antisanitariya başalıq gedir, zibillər hamı yerdə, yəni əhali özü baçoq qoyur ki, zibili töksün. İndi bir də qabaqdadır, gedirəm onu da çəkəm, onu da görəsiniz. Bu da bir dənə baçoqdur, götürsün. Yəni bunlar hamısı JEK dairəsindən məxsusdur. Bax bu əhali amma özündən baçoq qoyur ki, zibili töksün. Xahiş edirik bu barədə tədbir görülsün də. Yəni bura əhali üçün nəsə bir zibil qabı, yəni bu antisanitariyalık olmasın da. Bu sabah zibili it götürür, dağılır, ora bura belə olmaz da. Yəni buna bir tədbir görmək lazımdır. Bu da 552 saylı qəsəbədə Ağcabədi rayon Taxtakörpə qəsəbəsi. Yaşayış məntəqələrindən biridir və burada da antisanitariyalık başalıq gedir.